peşmançılıq yaşayıram bu dəqiqə. Özümüzə profesional golflə məşğul oluruq. Artıq Kupayı olmaz. Biləcəklər ki, golf oynayan deyiləm. Distributor toplantıları olacaq. Sən başqa gedək. Hadi sənin tər yaraşdı. Lazım. Tam rəngi də çıxır. Salam, hər vaxtınız xeyir. Saat 6-dır. Biz yenə də səfərdəyik. Səyahətə hazırlaşırıq. Gördüyünüz kimi Heydər Əliyev adına hava limanındayıq. Bu səfərki səfərimiz Antalya'dır. Orada bizim dostlarımız var. Onlar dəvət edib bizi görüşə gedirik. Keçən dəfəkilərə nisbətən daha az komanda ilə iştirak edirik. Onun da səbəbi odur ki, bu böyük bir sərgi deyil. Arikan Qrup haqqında istəyirəm sizə qısa bir məlumat verim. Türkiyənin belə deyərdim, ən qabaqcıl, ən öndə gedən saat həm distributor, həm də daxilində markalı olan bir şirkətdir. Bunlar məsələn Quantum, Vayner, Cooper kimi çox gözəl markalar var. Əminəm ki, bu səyahətimizin detalları sizə də maraqlı olacaq. Əgər bizim səfəri izləyirsinizsə, bu yaxınlarda Azərbaycanda da görüşmüşdük biz, bundan öncə sərgilərdə də görüşmüşdük. Əslində bizə çoxdan dəvət olunur ki, onlarla görüşək, danışaq, öz təcrübələrimizi bölüşək. Orada çünki bizim başqa partnyorlarla, bizim başqa dostlarla da ortaq dostlarımız var. Amma arada sərgilər olurdu, bildiyiniz kimi Los Angeles oldu, Inargent oldu, araya qarışdı biraz. Amma indi həm sərgilərdən biraz vaxtımız var, ona görə də dəyərləndirmək istəyirik və gedib dostlarımızla görüşmək istəyirik. Videonun sonralarında isə sizə daha ətraflı məlumat verəcəm, həm Arikan Qrup haqqında, həm onların markaları haqqında. Artıq hava limanında çatdıq. Biraz roaminglə bağlı problem yaşadım, amma hər iş problemi davam edir. Hal-hazırda çatdıq. Gördüyünüz kimi Antalya terminalı. Şimdi burada sağ olsunlar bizi karşılamalıydılar. Bilgiler 99 B2. B2. Çok. Yaxşı görüşeceğim. Nerede sigara içebilirim ben? Evet, içebilirsiniz. Kesti, gözlüyürük. Maşının gəlməyini ya da kimsə gəlib bizi buradan götürməyini. Ama yok, sen yedin samolyotdan. Sen yediğin de İndi var öyle. Pantera. Gruplar genel olarak bizim başka gruplar değil vakti gelir ona göre şey değil. 8 kişidir. Hal-hazırda gəldik. Qarşıladılar bizi. İndi gedirik otelə yerləşməyə. Bu biraz belə anlaşılmazlıq oldu. Belə başa düşdük ki, gözləyirdilər ki, başqa adam varsa bu saatda düşəndə samolyotdan onlarla bir yerdə gedəcəyik. Olmadığına görə VIP özümüz gedirik tək. Böyük maşın. Onun rengi bu yüzden. Sadece çamadan. Maşınız budur. Var mı? Şunları ben alayım abi. Tamam. Kontrol bak. Salam, hər vaxtınız xeyir. Biz artıq gəldik otelə. Çantalarımızı, bagajlarımızı qoyduq, amma tam da check-in eləmiş sayılmırıq. Burada elə Arikan Qrupun Global Distributor Summit olacaq. Otel haqqında bir şey demək istəmişsə, Voyage oteldədir. Burası əsasən golf belə deyərdim də, həvəskarlar toplanır burada. İndi də deyəsən də səhv eləmirəmsə, indi düzdür. Biz özümüz də profesional golflə məşğul oluruq güyadan. Səfərimizə golfün sezonu deyə dəhşət çox giriş çıxış var. Qapıda bir xeyli gözlədik, amma nəticə etibarı ilə yəni çox mükəmməl qonaqlamadır. Hər şey superdir. İndi isə biraz istəyirik burada biraz
necə deyirlər, türklər demiş. Dolaşaq biraz gəzək. Analiz edək. Dünyanın demək olar ki, 4 bir yanından bura golf oynamağa gəlirlər. Əsasən almanlar, ingilislər, düz əlbəttə ki, Rusiyadan gələnlər var. Amma əsas deyərdim ki, almanlar və ingilislər daha çoxluq təşkil edir. Kurtkamı çıxardım ki, polisiya olmasınlar. Biləcəklər ki, golf oynayan deyiləm. Short qısa gətirərik özü. Short Kurtkada şimdi belə görəndə bilirlər ki, biz golf oynayandır. adamla polo. Deyirsən, golf şərik var. Az-da otelə yerləşdik. Artıq indi gedirik, kiçik bir toplantı olacaq Arikan qrupla. Orada bizə yeni modellərini göstərəcəklər. Dediyimiz kimi də çox belə yaxın və dost münasibətimiz var. O sağ olsunlar belə bir görüş təşkil ediblər. Ümumi ayın 25-30 arası ümumi distributor toplantıları olacaq. Görüşəcəyik, baxacaq yeni modelləri. Sizə də təqdim edəcəm bütün yeniliklərini. Məncə çox bəyənəcəyiniz modelləri var. Təşkilatçılığa isə söz yox. Hər şey çox superdir. Hər şey çox əladır. Oteldirsən, yəni qonaqlamadısan, adamlar bu işi bacarırlar. Artıq Gürcüstana çatdıq. İndi istəyirəm biraz həm sizə buraları gəzdirim, həm də necə deyərdim, Arikan qrup haqqında biraz sizə geniş məlumat verim, çox geniş olmasa. Türkiyədə deyərdim ən qabaqcıl, həm saat istehsal edən, həm də distributor olduğu bir çox saat markası olan bir şirkətdir. Əlbəttə köklü şirkətdir, bir ailənin idarə elədiyi bir şirkətdir. Bundan başqa əsasən əllərində həm fashion markalar var, belə deyim, distributor olduqları, həm də özləri kifayət qədər də qəşəng saat istehsalı, qəşəng saat markaları var. Məsələn, bunlardan misal olaraq Quantum-u çəkə bilərəm, hansı ki özləri istehsal eləyir və mexanizmləri də Miyota-dır. Bundan başqa distributor olduqları və öz belə deyim, öz istehsal etdikləri saatlardan biri Vayner məsələn, Swiss made-dir və Swiss made olmasına baxmayaraq çox yaxşı həm necə deyərdim, həm yaxşı belə deyim, qiymət baxımından münasib qiymətlərədir. İsveçli saatı olduğuna baxmayaraq, həm də ki keyfiyyəti əlbəttə ki çox qənaətbəxş, hətta qənaətbəxş deməzdim, deyərdim ki yaxşıdır. Bundan başqa həm də bayaq dediyim kimi fashionla da maraqlıdırlar. Məsələn, aksesuar bijuteri ola bilər. Məsələn, bizə indi burada göstərdilər və yaxud da mənim sizə göstərdiyim kimi tək saat yox, saatın paralelində aksesuarlar və belə deyək, brilyant qaşlar olan aksesuarlar da istehsal edirlər. Hansı ki bu brilyant qaşlar fabrikdə istehsal olunan brilyant qaşlardan da bəzi aksesuarlar var. İndi dediyim kimi biraz burada gəzək, düşək dəniz qırağına. Həm də sizə belə deyərdim, qısa bir dənə buraları göstərim. Bu dəqiqə biraz peşmançılığını çəkirəm ki, mən niyə dəniz geyimi gətirməmişəm, yəni burada girib bu dəqiqə
üzə bilərdim. Çox təəssüf. Amma yenə də sinməsəm də belə də baxıb kifayət qədər həzz alıram. Ona görə tək göstərəm ki, ən azından sizdə biraz da olsa həzz alasın mənim kimi. Zaten mən də buradayım, amma nəticədə içmə bilmirəm. Kifayət qədər də axın var, düzdür, qiymətlər çox yüksəlib. Hətta bu otelin bayaq biz bookingdə baxdıq, gecəsi 600-700 manatdır, amma belə olmağına baxmayaraq kifayət qədər müştərisi var. Yəni içəri bayaq videonun əvvəllərinin gördüyümüz kimi adam qaynayır. Belə. Bu da okean. Dediyim kimi içimdən çox belə peşmançılıq yaşayıram bu dəqiqə ki, niyə mən gətirməmişim dəniz geyimlərimi. Mesela indi burada sizə suyun altından videolar çəkəcəm. Çox təəssüf. Tamam, sabahlı xeyir. Gün artıq səhər yuxlandırdı. Bir dənə normal səhər yeməyi. Mükemmel bir səhər yeməyi dünyanın heç bir yerində yoxdur. Bugün 6 kimi free vaxt var. Yəni istəyirik ki, bundan vaxtdan istifadə edib düşək biraz Antalya mərkəzinə, oralarda biraz gəzək. Çünki mən məsəl üçün Antalyada birinci dəfədə oluram, ona görə də maraqlı gəlməyə gəzmək. Bir də belə bir dənə şeyə fikrinizi çəkim. Bu oteldən taksi ilə, buradan yəni şeydir də, çox az məsafə var da. Oteldən taksi ilə bizə dedilər, deməli 20 euro. 20 euro o tərəfə, 20 euro bu tərəfə, bunun sayı qoyacaq falan. Yəni aşağı yuxarı bizim bir dənə mərkəzdə düşük gəlməyiz, bizə başlayacaq 100 manat. Biz də fikir etdik 100 manatı ona verdiyimdə hazır rentikar götürək. Rentikarla gedək, saxlayaq bir dənə AVM-də, orada işlərimizi həll edək, gəzək eləyək, sonra qaydaq gələk. Daha sərfəli variant olacaq. Ona görə də getdik şəhərə. Bura Antalya kimi de öyle değil mi? O biraz kabağa kimi. Evet. Beleş Oradan siz rentaya oradan götürün. Yəni bu 20 euro dediyim Antalya mərkəzinə deyil. Yəni prosta belə deyim də, mərkəzi kimi bu hal-hazırda olduğumuz Beleki mərkəzinə. Belə bir Antalya mərkəzinə deyil. Yəni o da ki bir mənası yox. Ona görə buradan biz geri ora rahat, oradan da çünki hava da yaxşıdır, həm gəzmiş olarıq, həm görmüş olarıq. Necə biz turist deyilik, səyahətçiyik. Dünən kimin sözü idi o? Dünən eşitdim onu. Ehtiram bəyin sözüdür. Buna ehtiram bəyin salonuna. Gəldik Beleyin mərkəzinə. İndi buradan sağ olsun abiler bizə burada bir Royal Belek Rentakarı tarafından bir araba kiraladıq. Abi ben size kartımı vereyim. Kartınızı alayım. Teşekkür ederim. Buraya gelirseniz de mutlaka size bir araba gelişirse buradan abi ismi neydi sizde? Selahattin abiyle iletişime geçerseniz size seve seve yardımcı olacağız. Arabamız da böyle. Fiyat otomatik. İndi isə başdan düşündü danışmaq. İndi isə gedirik biraz şəhəri turlamağa. Sağ olun abi. Hemen arka fonda. Bir daha salam. Oradan geldik. Rentakarı parkovka elədik. Biz rentakarı bura parkovka elədik. Parkovka bizə parkovka elədik biraz. Harca 3 saata 15 manat pul aldı bizdən. Tabii bizə dedi neyniyək də. O belə şeylərə görə adam hiss eləyir ki, mən məsəl üçün əvvəllər olmamışam da Antalyada. Murad məsəl üçün olub Antalyada. Əvvəlcə nisbətən daha azdır. Yəni belə şeylərə görə normal olaraq daha azalma olurdu. Yəni 3 saata 15 manat çoxdur yəni. Yəni bura şey deyil, Antik Roma'da deyilik, yəni Antalyada. Yəni İsveçrə deyil. Belə yəni gələndə Uraş 30 elə götürün. Gələm qabaqcadan baxın görün hansı park yerləri varsa
normal, münasib qiymət deməyim. Yəni də normal qiymətə də belə deyim. Şəhərdə də cəmaət hesab. Bilməm amma gəldiyimiz yer məsələsi belə ki, buradan biraz şey qalırdı. Həm belə binaların, tikintilərin dizaynı, həm insanlar zat. Bura daha belə canlıdır. Ora nisbətən. Məsələn, biz rentekar götürdüyümüz yer daha sakit idi. Amma bura bayağı bir ötəsində palmalar zat. Kökəydi, gözəldir. Hava çox istidir. Hələ sezon deyil də, sezon sayılmır da. Sezon sayılmır amma yenə də dəniz havası var. Bir daha peşmançılıq çəkirik ki, çimərlik paltarlarımızı gətirmədiyimizə. Güzel baktılar. Bak da, bu yapma belki bir ay kış yapıyor, 10 kilo bak. Yaşayış durumu zaten sayılı olduğuna bakmayarak Qiymətlər eyni. Rentekar biz götürdüğü şeyden Sveç'e qiymətinə, Parkovka ilə Ceneva qiymətinədir. Bunlar dində orası var. Onun restoranlar baksan aşağı yukarıdır Ceneva qiymətinə. Ama yaşayış insanlar baksan ki ortalama maaş İsveç'de 8 bin, 10 bin olur. Tabii ki Antalya'da böyle maaşlar yoktur. Hem turist şurada baxa gəlir, hem de daha yerli cəmaat çıxır. Və ya burada iki yanaşma var. Turistlər bir qiymətdə yerdə var. O da yəni bir orada maşından düşəndə bizimizə yazmalısınız. Bir də elə qiymətdən danışmışkən, bildiyiniz kimi də biz bu yaxınlarda elə şeydə idi, bir 10 gün qabaqda İsveçrədə idik. Orada rentekar da götürdük, orada qaldı da yəni gəzdik, orada park edilir. Yəni oranın bütün funksiyonallıqlarından belə deyim də istifadə elədik də buradakı kimi. Məsələn, əlbəttə ki, həm yaşayış səviyyəsini götürsək, həm orta əmək haqqını götürsək məsəl üçün ki, orada 8 min, 10 min frankdır. Burada amma elə deyil də, yaşayış səviyyəsi olsun, nə ki, əmək haqqı olsun. Amma məsələn, parkovka burayla İsveçrə eyni qiymət. Rentekar burayla İsveçrə eyni qiymət. Yəni biz orada təsəvvürən biz 200 rentekara baxdıq, sonra götürdük də buradan. Orada biz hələ Ağzına götürürsünüz. ha, Six'ten götürürsünüz. Olmuşsa da adı orada 6-dan götürmüşük. Burada amma məsəl üçün şey eləmədi, həm bahasından götürmədik də burada. orada da götürdü, burada da götürdü. Ha. Yəni aşağı yuxarı eyni qiymət idi. Yəni bizə açıq satmır. Desək ki, biz bəlkə turist deyə turistə başqa qiymət sat. Amma bizim alnımıza yazılmır da turistlik biz. Yəni həm insanların yaşayış səviyyəsi, həm ümumiyyətlə. Məsələn də bura belə. Orada polis olsun. Ha, orada polis olsun şəhəri yuyurdu. Yəni belə şeyləri nəzərə alanda bahadır. Yəni nə yalan deyim, bahadır yəni turist. Ona görə də turist axını nisbətən zəifdir. İndi gəldik tam Antalya mərkəzinə. Burada siz görürsünüz qapıları, bunların adı Hadrian qapılarıdır. Bunlar tikilib deməli Roma imperatoru Hadrianus səhv eləmirəmsə Antalyaya ilk ziyarətində onun şərəfinə uzadılan qapılardır. Bu qapıları fərqli edən nüanslardan biri odur ki, qapıların sütunları çıxmaq şərti ilə qalan hissəsi mərmərdən tikilib. Çox əzəmətlidir, çox gözəldir. Buranın birinə belə deyək, İçəri şəhəri kimidir. Burada qeyd olunub Hadrian qapısı. Necə qapıların yəni drone görüntüsündən. Şəhər çox turistik gedir. Biraz gəzinlik. Ha? Buranın biraz şəhər bir balaxanı kimi ediblər. Burada görürsən ki, tam belə necə gəldiyini biraz mənəliklər. Biraz kinoşnul. Tam gəldi, hər şey restavrasiya eləyiblər. Düzgün restavrasiya eləməyiblər. Kinoşnul. Necə? Ha. Aylin sözü var ha, kinoşnul.
Məsələn, restavrasiya 200 oldu. Bir qədimliyin sütunları qoruyaraq restavrasiya. Bir də o ki, özündən nəsə qatırsan da ora. Belə ümumi Ya Roma ilə müqayisə edəndə Romada Müqayisə görsün edə bilmərik də, hə? qalıb. Orada hamısı qalıb. Necə var ya, hiss olsan. Amma burada fikir verir ki, hamısı elə ki qədimiyə oxşayan ediblər də. O tipləyə amma yenə də yenilik hiss olunur. Yəni kraska vurub var, kraska sürtsə, parıltıdır. Amma ümumi belə göz oxşuyur. Şey deyil. Qəşəngdir. Turistlər üçün nə lazımdır? Hadi. Biraz qiymətli olsun. Göz önce qalıb. Bu təzə temada deyəsən. Əvvəllər yox idi, hə? Yox, belə deyil. Magnetlər var. Ümumi qəşəngdir. Amma məsəl üçün, hə, bir səyahət edib bir tarix görmək istəyirəm, tarixi abidə görmək istəyirəm, o deyil. Məncə yenə də Roma ümumiyyətlə bütün dünyanın üstəlliyi o söhbət. Hə? Bazen gidiyor tükenli Sırf motorlardan sırf şey. Amma məsələn, Bura gəlmək istəsəm mütləq şey. Antalya ümumiyyətlə belə bir şey başlayır. Pasiv istirahət eləmək istəyirsən də, hə? Yəni, Bir rafting. hə, rafting qəşəngdir. O dəhşətli bir şeydir. Bura. Raftingə bu kamera. Rafting. Antalya gəlsə rafting kaçırmayız. Must have yəni. İndi hazır mövsüm deyil deyə biz gedə Action, bilmərik. adrenalin. Amma məsəl üçün Evet abi. Hər dəfə gəlirsə, gəlirlər rafting. Yeganə dəfə gəldi. İlk dəfə də gəlirəm ki, raftingə gedirəm. o zaman tabii bu səfər mövsüm deyil də, yoxsa. Qasım Bizim üçün mövsüm, bizim üçün də soyuq. Çünki dağ suyudur. Dağdan gələn sudur. Buz kimi olur. Yayda baxsan Lutfa ilə gəlirsən. Bayırda 50 dərəcə su var. Su elə bir xaladenikdən çıxıb dolanmış. Onu ilə də çıxar. Aktiv istirahətçilər aktiv var, safari var. Paraşütlə var. Rusiyadan turistlər çoxdur ki, Ha, Rus turistlərə maraqlı olanlar gəlirlər. Sonra doludur. Amma biz görmürük. Biz görmədik amma gəlib görə bilərsiniz. Tamam sizdə. Osmanlı turistləri. Mən yine askı getməmişəm. Mən askı... Bu dəfə var. Bu da var. İsveçrədə videolarımızda da bunun peşmançılığını çəkirik ki, askı gətirməməyi. Murad nəticə çıxardı, amma mən nəticə çıxartmamışım. Biraz gəzək sonra dondurma gətirəm. Burada nəsə bağlıdır, restavrasiya gedir. Darayca çox gözəl restoran çıxır. Burada yayda getmə alır. Biz 100 saytlar. Tehlikler oluyor arkadaşlar. Dondurma. Dondurma tezlənə, biraz gəzək. Ha, biz öz istəyək. Qabaqda minarə var mesela. Birazdan namaz vaxtı gələcək. Burada şey var, o Badafat şalalə deyən bir yer var. Samoydan düşəndə gördüm, Sibirdə. Böyük bir şalalə. Bu tərəflərdə gedib ona baxaq. Şey var ya. Ya böyle sözünü düşənlər var. Eskici. Türkler. Cevha. Göy çıkışa baxaq. Antika pazarından gittiydi oraya. Aslanı bir silseniz de üstüne bir şey dökülmüş. Həzrətlər. Budda dönün. Abi siz burada kofe demlemek için. Təbliğələr var. Bana çok yakın birinci satın ha. Bronza da. Zor şey değil.
Troya yolsan. Bizim saat mövzusunda var. Saat özlü bir dənə də orada maraqlı Saat saat. böyle kompaslı bence. O saat deyil desən. Yukarıda saat, aşağıda kompas. Burada lazım. Abi orada saatler var çünkü. Mızıkalar var. Sigaret kaplar var. Bunlar satırlar ha mı? Ben satışlar. Müdürlerin yine satırlar yasa. Şoklara baktım. Kaç tane beden yok? Beden yok. Lan 220 lira harcayacağım, beden olarak kim var mı? Alsa. Şəkil. Büyük. Çok ağır. Təbliğon sağ olan şeydir, nə? 3 kiloza da olur, nə? Sen başına gider. Hadi sen ter yaraştı. Razmi. Tam rengi de tutur. Razmi. Razmi de rengi de tutur. Güzel bir şekil bir şekil. Olmaz mı? Ha, Yok, çekmedim. affedersin abi. Bu fiyatı ne olur? Onun fiyatı 12.000 lira olur. 12 bin lira. He, onu yerine koyalım abi. Tamam abi. 12 milyon çok pahalı bir şey bir. Bunlar antika. Dokunmak Doğru bile mu? yasak. Yani bu şeydi. Antika, eski mi? Antika, antika diyoruz ya. Papaqlarınızı şəkil çəkdirib ödəniş edirsəniz, taxa bilirsəniz zaten. Belə temalar da var. Bunda sizə paylaşacağız. Hamısı çəkmişik. Arabaların səhvlərində. Merhaba. Bağlayardılar. Bildiğin kulakla bir bağlasınlar, bağlamalıydılar ki durulmasın. Bunu bağlamadılar. Ya yaxşı olacaq. O çarşı şimdi dediğimiz yerden çıktı. Şimdi biraz bu Sıvılat tarafına geldik. Burada aptek lazım oldu bize. İşte bir aptekten bir şey vardı, onlar götürək. Çok maraqlıdır. Bütün aptekler bağlıdır. Bak buradan görsəz, burada işte bağlıdır. Qavatdakı aptek de bağlıdır. Bütün çok maraqlıdır. Abilərin namaz vaxtıdır deyəcək ama o şu özümüzü İsveçrədə istədik. İki apteklər üçün orta işləmir. Çok maraqlı. Bunu da sizinlə bölüşmək istədik ki, gələndə özünüzlə dərmanlar götürün. Biz də götürük dərmanlar, indi usta bir şey lazım oldu, ona baxmaq istədik. Burada maraqlı bir dənə apelsin ağacı var, üstündə apelsinlər. Görürsünüz yuxarıdakilər qaldı, aşağıdakilər yox. Aşağıdakilər böyük ehtimal dənləyiblər. Və biraz da apteklərə baxmaq istədik, böyük hardasa var aptek. Yəni deyəsən, ümumiyyətlə açıq aptek yox. Bu Japon dediği de onu da çekiyordu. Böyle konuşuyordu. 60. Birazdan Biraz şəhər gəzdik, oradan biraz mall zat, biraz alış-veriş. Bura gəlmişsən. Biraz alış-veriş edirik. Burada giriş yox. Orayla gidelim. Neçə vaxtdır Antalya'da ən gözəl haralar var, gəzməli, görməli. Biz bunu Samarit'ten da görmüşüz, geçen. Oradan da beynimizə met qalmışdı ki, bura gələndə 100%
Gələk dəyə bura. Dəyə. Bu Düdən şəlaləsi var. Ola bilər səhv tələffüz edirəm adını. Düdən də ola bilər, Düdən də ola bilər. Qısa qəzalar yaşanır. Gecik Düdən şəlaləsini həm sizə təşkil edərək, həm də özünüz görüntünü aydın alaq. Hava da ki çox qəşəngdir, istidir. Yay üçün idealdır, amma yay deyil. Yayda bu cür daha isti olur. Daha isti olur. Təcrübədən. Əvvəllər daha isti. Əvvəl. Buyurun buyurun. Merhaba merhaba. Abi böyle bir yarım yok mu? Yəni ən yaxın araşdırmadılar. Dönə hardan baxaq? Biz deyəsən Düdənin üstündəyik, bura da yəqin ki görünən. Orada ora baxmaq. Cəmal da bax. Deyəsən o tərəfdən görsənizdir. Fazla yaklaşmayan tehlikelidir. Bak. Fazla yaklaşmayan. Amma dronla baxaq. Bax görürsən. Gedək düdənə o tərəfdən bax. Şeyli bunu tulluyacağım. Burada da su gəldir bu tərəfdən. Heyf, bu kadar yol gelmişti. Ama bence o tarafını görseniz yardansa. Bura böyle piknik arazisi kimi istifadə edilir. Bu tarafın yerində böyle gəlib piknik söyləmək istəsəz də buralarda eləyə bilərsiniz. Şimdi buradan dəyməzsə drone görüntüsünə buranın görüntüsünü verəcəm. Yəni 367. Drone oradan. Ama Amerikan qruplar yerində bir dənə görüş var. Bu daha çox mən belə başa düşürəm ki, qapanış kıvamında olacaq, amma ola bilər ki, elə ola bilər ki, qapanış kıvamında olmasın. İndi dəqiqlədik. Gördüğünüz kimi bu girişimle bağlı. Çok beğenmiştim.
here without Thank you very much. Some applause for my team who work with the house every day, not only the Thank you. All and customers, building partner. I would like to take picture for picture, this photo stage. And then. By the way, state okulu, there is a match here between Galatasaray and Fenerbahçe. Any football lover, we are the year Galatasaray Fenerbahçe derby match. It's a beat. It's the final. Yukarıda çıkabiliriz sahneye. Sana yardım. Öyle mi? Çıkalım mı? Hadi. Hadi. Hadi hep beraber. İnce Kübra ne yapıyorsunuz? Herkese fotoğraf. Abi. Siz yukarı alalım mı sahneye? Şunu verir misin? Okay, thank you. Cheese time. Salam bir daha, hər vaxtınız xeyir. Bugün artıq ana vətənə qayıtmaq vaxtıdır. Səyahətimiz bitdi. Burada sağollaşırıq sizlə. Növbəti səyahətlərdə görüşənədək. Sağollaşırıq deyəndə müvəqqəti olaraq sağollaşırıq. Əlbəttə ki, tezliklə başqa səyahətlərimiz olacaq, başqa ünlü vloglarımız olacaq. Nezləyərlər, gəlin görüşlərdə görüşənədək.